Hər il qəbula fərqli bir sual nümunələri düşür. Fikrimcə bu da həmin fərqli sual nümunələrindən biridir. Üsulu çox fərqli və maraqlıdır. Gəlin birlikdə baxaq. Bu sualın həm də izahını istəmisiniz. Deməli, bu tip suallar ya saat əqrəbi istiqamətində gedir, ya da üzbəyiz. Bu üzbəyiz olanlardandır və əminəm ki, bu görmədiyiniz sual tiplərindəndir. 6-nı 2-yə bölsək 3 edər. 4-ü 2-yə bölsək 2 eləyəcək. 3-dən 2 çıxsam 1. 8-i 2-yə bölsəm 4 olacaq. Üzbəyizində 9-dan 3. 9-u 3-ə bölsəm 3 eləyəcək. 4-dən 3 çıxaram yenə 1. 3-ü 1-ə bölsəm 3 eləyəcək. Üzbəyizində 6-nı 3-ə bölsəm 2 eləyəcək. 3-dən 2 çıxaram yenə 1. 8-i 4-ə bölsəm 2 olacaq. O zaman gələk buradakı qismət 1 olsun ki, 2-dən 1 çıxanda 1 versin. Baxaq variantlara. Baxın, 55 bizə uyğun gəlir. 5-i 5-ə bölsək burada 1 olacaq. 2-dən də 1 çıxsa bizə verəcək 1. Yəni bütün qismətlər fərqi 1 oldu. Fikrimcə bu görmədiyiniz bir sual nümunəsidir. Bu sual isə ona nisbətdə daha rahatdır. Sualı fikirləşib cavablarınızı rəylərdə bildirməyi unutmayın.